Stadionda 90 bin adam öz dilimi satmaram, atmaram, başka dilə satmaram bağırır. Orada 12 yaşında, 13 yaşında kızcağızlar, yiğitler. O gün bir aksiyonu görürüz ticaret merkezinde Təbrizdə, Qudala, Daşlıqala, Sudan gələn. Hamısı, onu da bağlamaq olar. Yox. Pezişkan onu yaradı. Pezişkanın uğuru odur. Artıq bütün Azərbaycan türkləri bizim ana dilimiz, özü Fars dili bizim dilimizdən nədir? Fars dilinin uğuru Firdevsiyə qədərdir. Ondan sonra dil ölüb. O Firdevsiyə qədər, yəni hardasa 10-cu əsrə qədər onların qüdrətli demir, amma Fars dilinin fərq mədəniyyəti çox qüdrətlidir. Baxmayaraq, amma Nizami o dildə yazıb da, o dildə yazmağı Nizamini, ötən gün kim idi? Mənlə burada mübahisəyə çıxır ki, deyir, bəs Nizami kimin şairidir? Təsəvvür özümüzdən o deyir, o sapı özümüzdən olan balta. Kimin dediyi yadımdan çıxdı, yəni bu hər gün efirimizə adamlar gəlir. Biz kulisdə ondan xeyli dərəcə dedim, ayıbdır, heç o məsələni deməyin. Ən azı Nizaminin doğulduğu bir Gəncə var. Gəncə, gəlin bu məsələyə çox getməyək və o adamı da bilmirəm, o adam kimdir, kimi deyirsiniz. Gəncə o dövrdə 12-ci əsrdə Şəddadilər dövləti idi, o biz deyildik. Yəni o dövrdə, o demək deyil, bax bugün İstanbul var. Düzdür. Ən azı İstanbul var. Konstantinopoldur vaxt ilə. Tarix hər şey dəyişilir. Tarix, mən Nizaminin müzakirəsini aparmaq istəmirəm burada. Amma sadəcə siz Gəncəni deyirsinizsə, Gəncə indi bir türk şəhəridir, bizim şəhərimizdir. Amma təbii bizim şəhərimiz. Amma 12-ci əsr, 10-cu əsr, 8-ci əsr baxın da, axı tarix bir elmdir. Tarix bir elmdir. Siz bir Ədirnə var. Türkiyənin ən gözəl şəhəri. O Adrianopolis olub vaxtı ilə. Və o dövrdə də hansı etnik belə mənsubiyyəti gəlirəm, qüdrəti olan xalqlar, o kim güclü alırdı. Bir Amerikalılar, indi Amerikaya gəlməyiblər. Onlar 200 il bundan əvvəl gəliblər. İndiki Trump'ın dədəm obası 150 il bundan əvvəl. Almanlar ümumiyyətlə 150 il bundan əvvəl gəliblər. Amma indi Amerikalıdır, düzdür. İngilislər, indiki Britaniyadasında, onlar 5-ci əsrdə Anglo-Sakslar da Almaniyadan gəliblər. Özü Hunların qabağını, bizim dədə babamızın qabağından qaçırlar, ona Velika Perisileniya narodov, xalqların böyük köçü deyirlər. Ne üçün başlayıb köçməyə? Ondan qorxub qaçırlar da. Macarlar, baxın iki Macarlar var ha. O Macarların ən böyük bayramı vətən bulmağımızın 1000 illiyi adlanır. Tişçiliyə Abriteniya Rodin, Rusça belədir. 1000 il bundan əvvəl gəliblər ora, Başqurtların əvvəl nəticəsidir. Ondan əvvəl də Hunlar gəliblər ora. Onun çox Hunkaridir, bilirsiniz, Macarstanın adı Hunkari. Yəni Hunun əvvəl nəticəsidir. Ruslar Sibirə deyirlər də Yermak gəldi Sibirdə, Sibir xanlığını, bizim dərəbamızın qurduğu dövləti dağıdıb və Rusları köçürdük Sibirədə. Avalar bunları qəhrəman sayırlar. Yalan danışmaq olmaz. Bizim də ata-babamız, həmən o dövrdəki bütün xalqlar, özü ən qüdrətli ata-babalar bizdədir, ən böyük sərkərdələr bizdədir. Şairə qalırsa, mən deyirəm, istəyirsiniz o Nizami olsun, istəyirsiniz Füzuli olsun, istəyirsiniz İmadəddin Nəsimi olsun, istəyirsiniz Bayron olsun, istəyirsiniz Şekspir olsun, məsələn Puşkin olsun. Puşkin milliyyətçi Rus deyil. Amma o Rus şairidir. Ərəb mənşəli olur deyəsən. Yox, Həbəş mənşəlidir. Öz dediklərinə görə və başqa versiyalardır fərzi. Amma Puşkin nə dilində yazıb? Rus dilində. O Rus şairidir. Yox, indi məntiqlə biz Fars şairidir. Məntiqi qoyun qırağı, mən bilməm sizin məntiqinizdə. Məntiq təkdir. Mən təkrar edirəm ki, siz o şeyi aparırsınız. Mən sizə, siz ziyalı adamsınız, Ləman xanım. Mən sizə sadəcə məntiq 2-3 olmur. Məntiq 1-dir. Məntiq. Təkrar edirəm. Lermontov Şotlanddır milliyyətçi. İndi mən sizə bir dənə sual verim də Kamran bəy. Onda Çingiz Abdullayev Rus dilində danışır. Təbii ki, təbii ki. Rusdur. Çingiz Abdullayev milliyyətçi Azərbaycanlıdır, amma Rus yazısıdır o. Elə indi də bilinir də, utanmaqdan deyə bilirsiniz, danışamır öz dilimizdə. Və prinsipal da dilimizi öyrənmir. Prinsipal. O bütün o günlər görürsünüz, mən gedim oraya girmişdim, o girəndən bura məndən olsaydı, o ayaq salaydı, bu da onu da. Yəni, sən nə dildə yazırsansa, sən hansı dildə yazır? Ola bilər ki, o dildə yazıb, o da var. Məntiq gəldir, təkdir. O dildə yazıb, həmən o imperiyanın əleyhinə yazırsansa, onların dilində, onu sənə qəhrəman dilində, məsələn, Çingiz Aytmatov. Orja Süleymanov, Aziya əsəri, düzdür, Çingiz Aytmatovun əsrə bərabər gün əsəri. O Rusça yazılıb. Rus dilində yazılıb. Amma o, onun əleyhinə yazılıb. Həmən onun əleyhinə yazılıb, öz dilində də onların yazıları var təbii ki də, Qırğız dilində də var, Qazaq dilində də adamların yazıları var. O dildə onun yaxasından tutub öz dilində, o başqa. Amma hansı şair, hansı yazıcı, hansı dilə mənsubdursa, milliyyətin deyə bilərsən, məsəl üçün deyərəm, Lermontov Şotlanddır. Rusiyanın ən böyük şairidir o. Ruslarda nə Dostoyevski Rus deyil, nə Timiriyazov Rus deyil, nə Karamzin Rus deyil, nə Saltykov Şirin Rus deyil. Heç biri Rus deyil, heç biri. Tolstoy da Rus deyil.
Tatar əsilli falan gedib çıxır. Amma bunlar Rus yazısı, Rus şairlərdir. Onun etnik Və mənsubiyyəti 19-cu önəmsizdir. əsrdə belə deyək, Rus ədəbiyyatını zirvəyə qaldırdı. O vaxta Təbii. qədər Rusiyada ədəbiyyat deyilən Və siz gəlib bir İngilizə desəniz ki, Pushkin Rus şairi deyil. Bu Həbəş şairidir. Sizə baxıb gülərlər belə. O gülməli insanlar bizdə də var. Bizdə də var. Məntiq təkdir. Niyə Füzuli Azərbaycan şairi sayılır? Bax sizcə niyə? Füzuli yaşayıb Bağdadda. Bağdadda doğulubdu. Bağdad İraqın paytaxtıdır. Və onu bölüb. O heç kim buranı görməyib. Heç o sözü bilməyib bu Azərbaycan sözünü. 16-cı əsrdə yaşayıb, düzdür. Yaşayıb orada, onun cibində kimlik daşıyıb da cibində. Haran kimliyində yaşayıb? Osmanlı İmperiyasının. Çünki o dövrdə Bağdad Osmanlı İmperiyasının, ondan əvvəl bizim Səfəvilər İmperiyasının bir şəhəri idi. Amma sən ona niyə bizim şair deyirsən? Çünki o türkçə yazıb, ərəbcə, farsça yazıb, amma türkçə, öz dilimizdə yazıb. Və o türk şairidir. Həmçində İmadəddin Nəsimi, həmçində Şah İsmail Xətai və s. və s. və s. Ona görə bu şeyləri mən qoyuram bir tərəfə. Və bu mən çəkdiyim adlar var. Şah İsmail Xətai, Şah Abbas, Nadir Şah Afşar, Ağa Məhəmməd Şah Qacar, Alparslan, Toğrul, Hülakü xan və s. və s. Bunlar hamısı indiki İranın ərazisində. O dövlətlərin adı nə olub? Dövlətlərin adı olub Səfəvilər. Necə Osmanlılar demirlər. O sülalə ki, Ağqoyunlular. Bu bizim də o qoyun adı çəkəndə bəzən gəl edirəm, həmən indi qoyun başlar var bizdə ya, taxta başlar var. O dövlətin adına baxır, Ağqoyunlular. Bu tayfanın adıdır, qəbilələrin adıdır, boyun adıdır. Oğuz boylarından birinin adıdır. Bugünkü Ağqoyunlular dövlətinin ərazisi bir ucu Bağdaddır, bir ucu Səmərqənddir. Baxın, Bağdad, Səmərqənd, Özbəkistan, İraq. Bir ucu Dehlidir, Dehli. Bir ucu da Stavropoldir. Stavropol var idi Rusiyada. Və bir ucu da Qarsdır, Ərzurumdan gelib çıxmışdı. Ağqoyunlular böyük bir dövlətdir, Osmanlıdan böyük bir ərazisinə görə. Bunlar bizim böyük irsimizdir, böyük tariximizdir. Ona görə o parlament, o qərarı qəbul etməklə daha da türkləri, etnik mənsubiyyəti balaca olan xalqları qoyurməklə bir tərəfə. Amma orada seçsək biz deyirik ki, Qaşqaylar var, Türkmanlar var da bizi, hamısı bizi. Daha da onları Pezişyanın daha da rolunu gücləndirir. Pezişyanı bugün Fars imperializmi, Fars şovinist tərəfindən sıxılan və pressing altında qalan bir siyasi lider kimi göstərir. Ona görə Pezişyan elə Pezişyandır. Mən onu çox sevirəm və burada da o seçiləndə dedim ki, bu elə onun seçilməyi bizim qələbəmizdir. Və gündən-günə də İranda türklərin yüksəlişi, türk dilinin yüksəlişi, türk sevgisinin yüksəlişi bugün göz önündədir, özü qabarıq göz önündədir və biz də, mən bütöv Azərbaycanın ideyaya qarşıcısı kimi Azərbaycanda. Burada danışmaq lazımdır ki, yaxşı bu İrandır. Burada boyumuzda oturub Rus dilini tərifləyənlər var. Hələ parlamentdə yoxdur. Parlament indi o qıraqda, parlament biraz orada içində var ya adamlar, amma skoqlarını səslərini çıxardan bilirlər. Oturub boyumuzda, Rus dilindən bizə nə bilim ziyan gəlməz falan. Hər dəqiqədə, qeyd edirəm, hansısa maşınla quyuya düşəndə fahişəni çağırırlar. Çünki Rus dilini bizə keçdiyi bu hərfi ilə başlayan sözü deyirlər. Deyir, bizə ziyanı yoxdur, məsəl üçün. Çünki o satqındır. Orada İranda da onlar az deyirlər. Pezişyan da yanında bir yaxdiriz köməkçisinin biri filan söz deyir, biri filan söz deyir. Bu bölümdə atırlar da onun bölümünə təbii ki, o hamısı öz adamları deyil ki. Yəni, türk sevər, türk tarixi sevən insanlar deyil. Amma bizim yüksəlişimizin, qalxınmamızın önünü almaq mümkün deyil. Nə Trump ala biləcək, nə Putin ala biləcək onu. Nə də oradakı o İran şovinizmi ala biləcək, o dil qüdrətli dildir. Nəyə görə? Çünki İmaməddin, ben indi fikir verir, deyirəm dil qüdrətli dildir. Ne üçün deyirəm o dil qüdrətli? Çünki İmaməddin Nəsiminin dilidir. Deyə bilmirəm axı Nizaminin dilidir. Başa düşürsünüz, deyəmirəm. Mən ancaq məntiq faktdan danışırım. Azərbaycan şairi deyə bilərsiniz, Gəncədə doğulub, nə istəyirsiniz deyə bilərsiniz. Amma o dil Nizaminin dilində deyə bilməzsən. Çünki sən onu tərcümədən oxuyursan. Səməd Vurğunun tərcüməsindən, Süleyman Hüseyin tərcüməsindən, heç bir fasilini bilməyibləri. Hər halda da tərcümədən oxuyursan, mənasını görürsən, böyük şairdir, böyük fəlsəfi. Amma sən deyənməz onun Nizaminin dilidir. Deyərsən, yalancı olarsan.